Hamınıza salam dostlar. Kameranı ne vaxt əlimə almırdım. Axırı gəl, gözüm yaşardı, görürsünüz. Necəsiniz, nə var, nə yox? Kommentlərə yazın. Darıxmışam sizin üçün, həqiqətən. Çoxdur. Mən niyə bir əyri düşürəm? Nəysə. Circle lifestyle'dan Deməli dostlar, sizə update-lər verəcəm. Necə davam edir həyat? Siz də mənə kommentlərdə yazın, bilmək istəyəcəksiniz olur. Dostlar, həmişə kimi sağlam qidalanıram. Bunu Temu'dan almışam bir dənə. Dostlar, deməli, həmişəki kimi sağlam bəslənirəm və bunu Temu'dan almışdım, bilirsiniz. Bu barədə YouTube Shorts atmışdım. Hansı ki, normalde 20 manata idi blender və mən bunu 0 manata aldım. Elcan hələ də almağa çalışırız, ağacı sulayıb, şey eləməyə çalışır. Nəysə, indi gözlə bunu rahat qoyayım. Bunun tərtibində nə var? Alma, kivi, limon, bir də su. Çox dadlıdır, sok dadı gəlir. İndi dadına baxacağım. İndi şimdi bir kenara bırakayım, dadına baxın. Sonra devam edelim. Bu arada mən ikisini də yapışıyordum. Çiğ toxumları bir də. Çiğ toxumu yoxdur ya, o kivinin toxumlarıdır. Nəysə. İnandırdım ki, çiğ toxumu içdim. Dadlıdır yəni, belə turş, məzə bir şeydir və mən xoşuma gəldi, yəni bayıldım. Elcan'ın life update alalım. Həyatı sevən TikTok'da canlıcım. Elcan TikTok'da canlıcır. Hər gecə Bu realdır. Ya da 4 işlənmiş. Elcan bayramlı 2 deyəsən TikTok adı. Qoyacağım bura. Elcan bayramlı səhifəsinə girir. Ekrana tıklamaq unutmayın. Bir dəqiqəlik canlı yayın var. O canlı yazıyorum. Yaman. Gecə saat 3-də açıq üçün mən girə bilmirəm. Çünki mən saat 12-də yatıram. Saat 5'te yatırmışsınız. Ay, TikTok'da senin canlına ayarlam yazmalıymış ya. Ben de girdim, elimle live yerine. Ve şey çıktı ki, live açsanda belə olur, yapılmış. Ben de okeylədi. Çıktı ki, bəs live açsam belə görünəcək ekran. Normal adi telefon ekranı. Bir dənə aynen göstərsən. Screen'i çəkmişdi, o göstərsin. Ben de böyle bastım, o kipte bir canlı açım. Bacım da girdi canlıya. Humaya salam buradan. Bu hadiseler baş verdi. Gece saat 3 idi. Geç saat 3 mü Elcan'ın galiba TikTok servisleşler. Bir daha da sen yazmıştın. Salam balaca kız. O gündən sonra arada bir iki dəfə açdım. Available. Ben şok oldum ki. Sonra bastım Go Live'a. Ve bu baş verdi. Greçka kız kimi yemeğini. Greçka bence kişi kimi yemək. Uşaqlar, Greçkanı çörəklə yeyənlər kommentdə aldı, tək olmuyor. Və çörək, qatı, Greçka. Aşı çöreğine yiyor değil mi? Mənim papam makaronu Aşı çörəklə yeyir. Qardaşım da bəzən makaronu çörəklə yeyir. Amma mən çörək yemədiyimə görə heç də yeyə bilmirəm çörək. çörəklə Greçka bu qədər qəşəngdir. Bax, dünən işləri danışıram bu barədə. Greçka çox mükəmməl yemək. Yəni, insana xəyanət eləmir. Belə nə yağlıdır, nə Sən kalori verir. nə sənə kalori verir. Yeyəndə sıçır. Nə qədər çox yesən də sıçrayıb hiss eləmirsən. Çox mükəmməl yeməkdir Greçka. Özü çox da. Xahiş edirəm, hər kəs Greçka kimi Greçka olsun. bizə nətərdir? Yanına, yəni kotlet də qoy. Heç nə yoxdur, turşu qoy. Heç nə yoxdur, xiyar qoy. Onunla belə gedərlər. Hə. Çox belə baş aşağı, belə Çox mədəni. sadəlikdir. Mən bəpsin. Amma məsələn aş elə deyil. Məncə aş deyil ki, yanında turşu ye, yanında toyuq ye. Kotletlə aş yeyə bilmərsən. Ancaq bir şey. Ətlə gərək yeyəsən. Ətsiz aş deyil. Aysa, Ben qazmaq eləmərəm. Amma makaronu da ətsiz yeyə bilərəm mən. Greçkanı da ətsiz yeyə bilərəm. Ben de açım. Aş da açız. Aşı yox, aşı Amma ətsiz. yox, aş bilsən nə deyil? Yəni, yanına turşu ye. Turşu ver. Yanına kola Aşı yox. Aşı olan toyuq istəyir yanına. Hə, toyuq da var.
Ama ya şey, qovrulan ət var. Döşəməli özdə belə. Qovrulan ət var. Belə deyim, çox Burada da başından keçirən ət yoxdur. Hətta orada da olur. Mən heç sevmirəm başından keçirən. Amma digər qaraları da Mənim mamam bir dəfə aşına kotlet vermişdi. Çox dadlı. Demək içində kartof qoymuşdu. Yekə belə kartoflar, kotlet və göyərti. O qədər dadlı idi. Mən birinci kursda oxuyurdum. Onda çox dadlı idi, yemişdim. Mama yenə də yapsan da videoya baxın. Erzazla mənim ən sevdiyim yemək kotletdir. Erzazla da yemirəm, amma mənim üçün 100% kotletdir. Bir dənə sizə fun fact deyəcəm özüm haqqında. Mən yeməkləri soyuq yeməyi sevirəm. Soyuq. Mən bu arada çok spesifik yeməklər var. Greçka, yeni greçka. Ay Allah. Allah greçka kimi adamları qorusun. Amin. Greçka mesela aşı soyuq yeyə bilmərsən məncə. Yeyirəm mən. Soyuq. Özdə qazmağı da soyuq yeyirəm. Bak makaron biraz şey olur, soyuq olanda biraz yağ qoyursan ki, yağı yapışır bir-birinə, o getmir. Ekskursiya gedirsən və hamı kotlet aparır özüylə. Kotlet çörək. Onun iyi belə yəni yazdı demək. Çörəyin Arasında, lavaşın arasında da zor olur. kotlet hər şey. Can düşələr. Əlindəki də kotletidir. Sən o. Görmürsən mi? Mən bizim sinifli şəkildə. Nə 2014. 11 il əvvəl. Hə, dostlar. Hello uşaqlar. Uzun müddətdir yoxsuz mənim vloqlarımda, eyni zamanda Divan ailədə. Necəsiz? Kitab oxuyur. Uçlar oxuyur. Kanalıma abunə olmağı unutmayın. Nailənin kanalına abunə olun bu arada. Nailənin də vlog deyirəm mən, YouTube kanalı var. Kitab tövsiyələri alın. Bəli, bəli, Biz bəli. hədiyyənə burada bütün kitabları oxuyuruq. Yes, nə yeyirsən? Meyvə, diyetdəyəm. Salam, necəsiz? Salamlar, kanalımıza xoş gəldiniz. Kanalına xoş gəlmisiniz sənədələri. Aha, darıxıb izləyicilərim. Bakı Dövlət Universitetinin Mıyhıy İngilis dil sektorunda oxuyuruq bu arada. Wafer adlı milkli wafer'dan yeri. Bakı Dövlətin Saf çayı. çayı. Qeybət veririk burada. Bütün gündən burada həll olur. Binət xanım. Belə, çox sağ olun Məndə xanım. Çox sağ olun, davam edin. Əziz İlham, əziz dost, necəsən? Şükür yaxşı oldu. Amma TV gözləyirəm, çay gətirsin. Nəzim burada. Çingiz, darıxıb izləyəcəyim sənin üçün. Necəsən, diva? İmtahan ərəfəsi olsaydı, ruçkamı öpürərdi. Kalem şey al. Mən dedi ki, burasını da laf istəsən kəsin. Aha, Sən də evlənir. Orada 200 eləyərsən. YouTube'da baxacam nə deyir? Okey, çox sapıq. O sırada Nailə. Nailəyə iqamət edir. Evet dostlar, Bakı Dövlət Universiteti bildiyiniz kimi də yenə pərdəni açın. Üçüncü kurs başlayanda çox şikayət eləyir. Həm ki, universitet falan, maraqsızdır falan. Özüm baxım danışım. Universitet üçüncü kurs başlayanda çox şikayət edirdim ki, yəni ikinci kurs kimi deyil və s. Həqiqətən universitet eləyən qrup yoldaşlarımızı həqiqətən yəni maraqlı eləyən bizim gəlmə səbəbimiz, universitetə gəlmə səbəbimiz, seçmə səbəbimiz və s. qrup yoldaşlarımız. Və üçüncü kurs başlayanda biz biraz adaptasiya sorunları yaşadıq. Daha doğrusu mən, çünki mən işləyirdim deyə, buradan çıxıb işə gedirdim və s. Biraz problemi yaratmışdı, amma indi okeydir hər şey. Yenə öyrəşmişik, yenə bir-birimizi sevirik. Amma düşünürəm ki, bu yaz semestrindən dolayı da qaynaqlana bilər. Çünki mən yazı çox sevirəm və yaz gələndə mən çox xoşbəxt oluram. Və ona görə ola bilər ki, xoşbəxtlik. Ben bir de çay içmiştim orada. Kofe içmişsiniz. Ne bu? Deməli dostlar, yenə heyecan çay alır. Safdır nədir bunda. Ben çayı tarif eləsin. Çaydan xlor kislotaları gəlir.
Qeybə qursan, xəstəyəm mən, amma xəstə deyiləm. Neyse. Bunu da Nərmin alır. If you TikTok izləyirsinizsə, 24 şokolad. TikTok'la değil, mən atam alırdı bundan. Atam balacasını alırdı. Şeydi, oldu. Nə atam Tüm çok dükkan alır, tutardan ötürü izləyirsin. Əlavə eləyəcəm videoya, Nuridə xala görsün. Evet. Bir daha belə çəkim desən, kamerada qoy bura. Mən yaxından belə ağzına gətirəndə çəkib gətir. Niye ağzını içince kesin? Yox. Gətir bir də. Ay müəllimə, mən Kalipuna qiymətim var hə. Kalipuna mənim qiymətim var hə. Yadımdadır ki, mən sizə dərs danışmışdım ona görə. Bu fənn. Fəndən adı nədir? Ama sen Bundan yox hə. yok. Çık daha. Qiymət. Tamam. Kalipuna. Kıymet var. Bizim olsun neydi müəllimə? Bunu müəllimdən soruşursan, yəni really. Çünki Kalipuna verəndə bir tətil keçib. Mən tətildən əvvəl danışmışdım. Oxuyan uşaq olduğu için. Okey. Davay, aç. Baby food. Qaz yaxşı. Ha, indi belə tıqqıda baxaq. Asmış. Milky. Tez tez. Sanatoriya istəyirəm də, hocalar eləyir, sanatoriya, oturaq qədər, Şimdi mən gelen unutulan bir şey istəyirəm. Çay iç. Biləmiş klorlu çay. Düzəməli çək də. Biz də ye. Qətiyyən bədində zordan mənə özün çək. Yaxınlaşdırmışam yana görə. So? Dostlar, məni videoya heç kim çəkmir. Çox yaxındasan. Və bir ikisindən çəkdim. Şaqplov. Yarpaq dolması. Üç bacı. Dovğa. Düşbərə. Qutab. Bozbaş. Ləvəngi. Kələm dolması.